Salam, hər vaxtınız xeyir. Coğrafiya test toxusu suallara qaldığımız yerdən davam edirik. Sual 31. Dənizçilər 67,5 dərəcəlik azimutla müəyyən məsafədə hərəkət etdilər. Onların ilkin məntəqəyə ən qısa yolla qayıtması üçün hansı istiqamətdə hərəkət etməli olduqlarını müəyyən edin. Deməli, bildiyimiz kimi üfüqün bir əsas cəhətləri var və bir də aralıq cəhətləri var. Əsas cəhətlər şimal, cənub, şərq, qərb. 67,5 dərəcəlik azimutla deyir hərəkət ediblər. Bunun üçün biz şimal-şərq istiqamətində çəkməliyik. Bu tərəfə doğru çəkək. Bura şimal-şərq dərəcə olaraq 45 dərəcə. 67,5 dərəcəlik azimut şimal-şərqlə şərqin ortasında yerləşir. 22,5 dərəcə gələcək. 45-in üzərinə həqiqətən 22,5 dərəcə gələndə 67,5 dərəcə edir. Yəni buradır. 67,5 dərəcə. Yəni bu istiqamətdə hərəkət ediblərsə, geriyə də qayıtmaq üçün təbii ki, əks istiqamətdə qayıtmalıdırlar. Yəni bu istiqamətdə qayıtmalıdırlar. Və bu istiqamətdə hansı istiqamətə uyğundur? Qərb, burada cənub-qərbdir. Qərb və cənub-qərb. Qərb, cənub-qərb. Qərb və cənub-qərbin ortası. İstiqamət olaraq bizdən istəyir qərb, cənub-qərb, yəni D variantı. Doğru cavab 31-də D variantıdır. Sual 32. Sxemə əsasən müvafiq olaraq daxili horizontalın qiymətini və çökəkliyin dərinliyini hesablayın. Kəsmə yüksəkliyi 20 metrdir. Baxaq, deməli, daxili horizontalın qiyməti -14-dən böyük və 20-yə qalıqsız bölünən ilk ədəd olur. Və baxırıq, -14-dən böyük 20-yə qalıqsız bölünən ilk ədəd 0-dır. Yəni, daxili horizontalın qiymətini biz artıq tapdıq ki, 0 metrdir. Və çökəkliyin dərinliyini də istəyir. Onu necə tapacaq? Bura 0-dırsa, kəsmə yüksəkliyi də 20-dir. 20 artacaq. 20, 40, 60, 80. Xarici horizontalın qiyməti oldu 80. 80-dən də biz -14-ü çıxsaq, həmin çökəkliyin dərinliyini taparıq. 94 metr. Cavablara baxırıq. 0 metr daxili horizontalın qiymətidir. Çökəkliyin dərinliyi isə 94 metrdir. 32-nin doğru cavabı A variantıdır. Sual 33. Uyğunluğu müəyyən edin. 1. Horizontallardan yalnız xəritələrdə relyefi təsvir etmək üçün istifadə edilir. Doğrudur yazıb. Xeyr, bu doğru deyil. Çünki horizontallardan bildiyimiz kimi planda da istifadə edirlər relyefi təsvir etmək üçün. Biri götürmürük. 2. Hipsometrik və batiqrafik şkaladan mütləq hündürlükləri fərqləndirmək üçün istifadə edilir. Doğrudur. Bəli, bu doğru ifadədir. Belə ki, fiziki xəritələrdə qurunun relyefi, yəni yüksəkliklər, hündürlük şkalası, buna hipsometrik deyilir. Su hövzələrinin dərinliyi isə dərinlik şkalası olan batiqrafi ilə göstərilir. Ona görə 2 doğru cavabdır, yəni biz bunu götürəcəyik. 3-ə baxırıq. Planda relyefin mütləq və nisbi hündürlüyünü təyin etmək mümkündür. Yazıb yanlışdır. Xeyr, yanlış deyil. Doğrudur, bəli. Mütləq və nisbi hündürlüyü təyin etmək olur. Ona görə 3-ü götürmürük. Uyğunluq pozulub. 4-ə baxırıq. Səyyah 155 dərəcəlik azimutla hərəkət edərsə, geriyə ən qısa yolla qayıtmaq üçün 25 dərəcəlik azimutdan istifadə etməlidir. Yazıb yanlışdır. Bəli, bu yanlışdır. Çünki biz bilirik ki, müəyyən bir azimutla hərəkət ediriksə, geriyə qayıtmaq üçün əks azimutla qayıtmalıyıq və aradakı fərq 180 dərəcə olmalıdır. Amma 155-dən 25 çıxanda təbii ki, 180 dərəcə etmir. Deməli, bu səhvdir, yanlışdır həqiqətən. Ona görə 4-ü götürürük. Sonra 5-ə baxırıq. Horizontallar planda fiziki xəritəyə nisbətən daha aydın təsvir edilir. Yazıblar yanlışdır, amma yanlış deyil. Bu doğrudur. Həqiqətən horizontallar planda fiziki xəritəyə nisbətən
daha aydındır. Ona görə biz 5-i götürmürük. 6-ya baxırıq. Yamasının meyilliliyi vergişdiriq əsasən müəyyən edilir ifadəsi doğru olduğu üçün təbii ki, onu götürəcəyik. Deməli, olduğu uyğunluq harda gözlənilib? 2-də, 4-də, 1-də, 6-da. Doğru cavab 30 üstə C variantıdır. Sxemə əsasən doğru olan fikirləri müəyyən edin. Baxırıq, burada verilən rəqəmlərdən görürük ki, çökəklik təsvir edilib. İndi gəlin fikirlərə baxaq, görək nədir doğru olanlar. 1. Yüksəklik relyef formasıdır ifadəsi doğru deyil, çünki çökəklikdir. 2. B-nin səth axınları A-ya gəlir. Gəlin baxaq bir də. B-nin səth axınları A-ya gələ bilməz, çünki B A-dan daha çökəkdə yerləşir. Yəni A B-dən hündür olduğu üçün təbii ki, səth axınları B-dən A-ya gələ bilməz. Yəni 2 səhv ifadədir. 3-ə baxırıq. A məntəqəsində atmosfer təzyiqi B-dən azdır. Bəli, A məntəqəsi B-dən hündür olduğu üçün atmosfer təzyiqi B-dən az olacaq. Yəni 3 doğrudur. 4. A nöqtəsinin hündürlüyü B nöqtəsinin hündürlüyündən azdır ifadəsi yanlışdır. A B-dən hündür idi. 5. B nöqtəsinin hündürlüyü A nöqtəsinin hündürlüyündən azdır ifadəsi doğrudur. 5-i də götürürük. Kəsmə yüksəklik 10 metrdir. Gəlin ona da baxaq. Deməli, 14-dən böyük kəsmə yüksəklik dedi 10-dur. 10-a qalıqsız bölünən ilk ədəd daxili horizontalın qiymətidir və bu ədəd hansı ədəddir? 20-dir. Bura 20-dirsə, bura 30, burada 40. Deməli, həqiqətən də kəsmə yüksəkliyi 10 metrdir. Deməli, doğru cavablar oldu 3, 5, 6. Y variantı. Keçdik 35-ci suala. Doğru olan fikri seçin deyir. Gəlin seçək. A məntəqəsində duran səyyah B məntəqəsində duran səyyahı görə bilər. Baxaq görək, A məntəqəsi ilə B məntəqəsi fərqli yamaclarda durublar. Ona görə bilməz. Fərqli yamaclarda durublar. Deməli, A səhvdir. B-yə baxırıq. C və B məntəqələrinin hündürlük fərqi 100 metrdir. Gəlin baxaq. C və B-ni deyir. Bura 250-dir. Biz kəsmə yüksəkliyi tapa bilərik. Kəsmə yüksəkliyi necə tapacaq? Xarici horizontalın qiymətindən C-nin qiyməti arasındakı fərqi tapacaq və aradakı boşluqların sayına böləcək. 250-dən 100-ü çıxanda edir 150. İndi gəlin aradakı boşluqlara sayaq. 1, 2, 3, 4, 5, 6. Biz 150-ni də 6-ya bölməliyik kəsmə yüksəkliyi tapmaq üçün. 150-ni də 6-ya böləndə kəsmə yüksəkliyi 25 metr olacaq. İndi biz B-nin mütləq hündürlüyünü tapa bilərik. Bura 100-dürsə, kəsmə yüksəklikdə 25 metrdir. Deməli, bura olacaq 125. Bura olacaq 150. B-də olacaq 175. Gəlin onu yazaq. B bərabərdir 175-ə. C və B məntəqələrinin hündürlük fərqi deyir 100 metrdir. C oldu 250. İndi gəlin çıxaq görək. 250 çıxılsın 175 bərabərdir 75 metr. Deməli, səhvdir. B də səhvdir. Doğru deyil. C-yə baxırıq. Səth axınlarının səth sularının axın istiqaməti B-dən C-yə doğrudur. Səth axınlarının istiqaməti B-dən C-yə ola bilməz. C-dən B-yə doğrudur. Ona görə C-də doğru cavab deyil. D-yə baxaraq, A məntəqəsi B və C məntəqələrindən daha hündürdə yerləşir. Xeyr, bu da səhvdir. Çünki A ilə C eyni horizontalın üzərində olduğu üçün hündürlükləri də eyni olacaq. Deməli, D variantı da səhv cavabdır. Y-yə baxaraq, A və B məntəqələr arasındakı hündürlük fərqi 75 metrdir. Bəli, bayaq tapdıq. Həqiqətən də 75 metrdir. Yəni, 35-in doğru cavabı Y variantıdır. Sual 36. Səyyah B məntəqəsindən A məntəqəsinə 225 dərəcəlik azimutla getmişdir. Deməli, B məntəqəsindən A məntəqəsinə 225 dərəcəlik azimutla gedib. Səyyah hər dəfə eyni məsafə qət etməklə aşağıdakı hansı azimutlardan istifadə edərək B məntəqəsinə qayıda bilər? Hər dəfə eyni məsafə qət etməklə deyir, gəlin baxaq.
Əvvəlcə 90 dərəcə gedə bilər. Sonra da 0 dərəcə. 90, 0. Sonra necə gedə bilər? Əvvəlcə 0 dərəcəlik azimutla gedər. Biraz çox uzun çəkdim, yaxşı olmadı. Sonra 90 dərəcəlik azimutla gedər. Deməli 0-90 və ya 90-0 azimutlarından istifadə etməlidir. Baxırıq 36-nın doğru cavabı ilə A variantıdır. Sual 37. Şəkildə bütün meridianların kəsişdiyi məntəqədən 90 dərəcəlik meridian boyu hərəkət edən müşahidəçi hansı istiqamətdə getmiş olar? Baxırıq, bütün meridianların kəsişdiyi nöqtə şimal qütbüdür. Şimal qütbü buradır. Deməli, biz şimal qütbündən 90 dərəcəlik meridian üzrə hərəkət etsək, hansı istiqamətə doğru gedəcək? Təbii ki, cənub istiqamətinə doğru gedəcək. 37-nin doğru cavabı C variantıdır. Sual 38. Sxemə əsasən hansı məntəqədəki bərk süxurların çayın istiqamətinə təsir etdiyini demək olar? Baxırıq çayın axınının istiqamətinə. Deməli, bura mənsəbli dənizdir. Çay axını ilə hərəkət edərkən görürük ki, gəlir burada istiqamətin dəyişir. Və bu hansı məntəqədir? 3-cü məntəqə. Deməli, burada istiqamət dəyişibsə, burada bərk süxurların çayın istiqamətinə təsir etdiyini demək olar. Yəni, 38-in doğru cavabı A variantıdır. Sual 39. 90 dərəcəlik azimutla 4 kilometr hərəkət edən dənizçilər, gəlin çəkək onu. Deməli, 90 dərəcəlik azimutla hərəkət edib dənizçilər 4 kilometr. Gəminin istiqamətini 45 dərəcə sağa döndəriblər. Yəni, 90 üzərinə biz 45 dərəcə gəlsək, edər 135 dərəcə, yəni 135 dərəcəlik istiqamət boyunca hərəkət ediblər bu istiqamətdə. Daha 4 kilometr gediblər. Dənizçilərin başlanğıc məntəqəyə ən qısa yolla qayıtmaq üçün hansı azimut bucağından istifadə etməli olduğunu müəyyən edin. Təbii ki, bu 315 dərəcəlik, burada yaxşı çəkmədim, 315 dərəcəlik istiqamətdən, azimutdan daha doğrusu istifadə etməlidirlər. Gəlin cavablara baxaq. Y variantı doğru cavabdır 39-un cavabında. Sual 40.